Salam əziz dinləyicilər, bugün mən sizə mütləq sıfır əsərindən harada qalmışamsa, oradan davam etdirəm və ilk əvvəlcə mənə qulaq asanlar, mənə bəyənmə işarəsi qoyanlara öz minnətdarlığımı bildirirəm. Keçən dəfə biz ailə qüvvələrinin nümayəndəsi olan mentonlardan qaldıq. İndi mentonların simvol formasına baxaq, sonra onun izahını verək. Gördüğünüz bu mentonların simvol formasıdır. Mentonların simvol forması da bir ədəd neytron mövcuddur. İndi bu mentonların simvol formasının izahını verim. Mentonların simvol forması yuxarıda adları çəkilən yüksək şuurlardan fərqlənir. Belə ki, onların astral aurası neytron təsir dairəsində olur. Neytron təsir dairəsində onun aurasında yüksək enerji mənbəyi yaranır. Həmin enerji mənbəyi mane seli ilə elektromagnet dalğalarının kəsişməsi nəticəsində mövcud olur. Ən yüksək enerji sahəsi bir nöqtəsi ətrafında yaranır. Bax, bir nöqtəsi gördüyünüz kimi bax buradır. Odur ki, mentonlar hərəkət edən zaman müəyyən bucaq qədər meyllənmə edirlər. İndi isə leptonların astral aurasına nəzər yetirək. Leptonların astral aurası gördüyünüz kimi burada bir ədəd neytron və bir ədəd alfa neytron mövcuddur. İndi gəlin leptonların astral aurasına nəzər yetirək. Leptonların astral aurasında bir ədəd neytron və bir ədəd alfa neytron hissəciklər mövcuddur. Alfa neytron hissəcikləri neytronun parçalanması nəticəsində baş verir. Neytron parçalanarkən özündən neytron və bir də alfa neytron hissəcikləri buraxır. Neytron hissəcikləri yüksək enerji yaradırsa, əslində alfa neytron hissəcikləri nüvə reaksiyası yaradır. Odur ki, belə canlılar oddan yaranmışlar adlanır. Astral bədəndə yaranan nüvə reaksiyası nəticəsində lepton nüvə hissəsi neytron ilə bombalanır və proton ilə birləşən neytron hissəciyi parçalanır, yəni neytron və alfa neytron yaranır. Neytron nüvədən uzaqlaşıb öz orbitinə qayıdır və lepton xarici qatında reaksiya nəticəsində yeni yaranan alfa neytron hissəciyi də xarici qata daxil olur. Xarici qat ətrafında əks istiqamətdə isə neytron və alfa neytron hərəkət edir. Bu zaman lepton sakitləşir. Nüvə reaksiyası baş verəndə isə onda həyəcanlanma baş verir. Müəyyən müddət keçəndən sonra öz əvvəlki vəziyyətinə qayıdır. Bununla da proses tamamlanır. İndi isə septonların astral aurası haqqında izahat verək. Septonlarda gördüyünüz ki, bir ədəd neytron, bir ədəd alfa neytron, bir ədəd beta neytron zərrəcikləri vardır. İndi gəlin bu septonların astral aurası haqqında izahat verək. Septonların nüvə reaksiyası nəticəsində yeni bir hissəcik yaranır. Astral bədən nüvəsində neytron yox, alfa neytron hissəciyi iştirak edir.
proton ilə birləşmə zamanı ikinci dərəcəli nüvə reaksiyası yaranır. Reaksiya nəticəsində beta neytron hissəciyi təzahür edir. Neytron septonu həyəcanlandırırsa, əksinə alfa neytron onu sakitləşdirir. Beta neytron hissəcisi astral bədəni qorumaq vəzifəsini həyata keçirir. Beta neytron hissəcikləri auranı kənar enerji təsirlərindən azad edir. Kənar enerji topaları auraya toxunanda beta neytron hissəcikləri həyəcan siqnalları qaldırır və bu zaman alfa neytron hissəciyi nüvəyə daxil olur. Nüvə reaksiyası baş verir, astral arada böyük enerji mənbəyi yaranır. Enerji mənbəyi ətrafa güclü maqnit selləri buraxır. Məhz həmin maqnit selləri kənar enerji topalarında polarizasiya sahələri yaradır. Güclü cəzb etmə qüvvələri yanaşı, dəf etmə qüvvələri də yaranır. Nəticədə astral aura qarşısında dayanan kənar enerji topaları ətrafdan uzaqlaşdırılır. İndi isə dionların astral aurasına baxaq. Dionların astral aurası əlbəttə ki, burada beta neytron hissəciyindən neytrondan, alfa neytronu və qamma neytronundan ibarətdir. Burada sxem parçalanıbdır. Yarısı bir səhifə, yarısı başqa bir səhifəyə düşüb. Eybi yox, burada elə bir problemi yoxdur. Dionların astral arasında neytron və alfa neytron hissəcikləri qidalandırıcı və sakitləşdirici vəzifəsini yerinə yetirirsə, əvvəlcə əksinə beta neytron və qamma neytron zərrəcikləri isə qoruyucu və nizamlayıcı vəzifələrini həyata keçirir. Qamma zərrəcikləri dionun astral bədəndə elektromagnetik enerji dairələrinin dalğalarının hərəkətinə nəzarət edir. Dalğaların nizamlı düzülüşünü təmin edir. İndi isə keçək heksonların astral aurası. Heksonların astral aurasında yalnız bir ədəd antineytron zərrəciyi mövcuddur. Burada deməli neytron zərrəciyi yox, antineytron zərrəciyi iştirak edir və heksonların astral aurasının izahını verir. Heksonların astral aurasının yalnız antineytron zərrəciyi nizamları bu zərrəci çox funksiyalı bir vəzifəni həyata keçirir. Belə ki, zərrəci əvvəlcə heksonun astral aurasını qidalandırır, sonra isə sakitləşdirir. Və belə də eyni zamanda ilk mərhələdə elektromagnetik enerji dalğaların tezliyini sürətləndirir, daha sonra aşağı tezliyə salır. Bununla da maqnit seli də elektromagnetik dalğalanan kovalent təsir dairələri yaranır. Ümumi halda bu zərrəcik auranı qızıqlandırıb, sakitləşdirmək öz vəzifə borcunu yerinə yetirmiş olur. Növbəti Fersonların astral bədəni. Baxaq, Ferson astral bədəni. Burada da yəni sxem dağılıbdır. Burada bir ədəd alfa neytron zərrəciyi, bir də alfa, bir ədəd antineytron zərrəciyi, bir ədəd alfa neytron zərrəciyi və bu zərrəciklərdən ibarətdir. Fersonun astral aurasında antineytron və alfa antineytron zərrəcikləri vardır. Bu zərrəciklərin birincisi qidalandırıcı, ikincisi isə sakitləşdirici vəzifələrini yerinə yetirir. Ancaq bu zərrəciklər birlikdə fəaliyyət göstərə bilmir. Çünki antineytron zərrəcikləri 3 vəzifəni yerinə yetirdiyindən
alfa antizərrəci ilə kovalent əlaqə yarada bilmir. Odur ki, ikinci zərrəci yalnız maqnit sellərin aktivləşməsi prosesini dayandırmaq üçün öz vəzifə borcunu yerinə yetirməli auranı sakitləşdirir. Növbəti yüksək, yəni ali qüvvə tensonlar, tenson astral arası aşağıdakindən ibarət. Burada bir ədəd antineytron, bir ədəd beta antineytron, bir ədəd alfa neytron zərrəcikləri mövcuddur. İndi bunun izahını verək. Tensonların astral arasında 3 elementar zərrəcik fəaliyyət göstərir. Alfa antineytron zərrəci manisenin aktivliyini aşağı salırsa, beta antineytron zərrəci elektromagnetik dalğaların tezini normallaşdırır. Antineytron zərrəciyi isə istər maqnit sahələrində, istərsə də elektromagnetik dalğalarında qıcıqlandırıcı vəzifələrini yerinə yetirir. Növbəti ali qüvvə sektonlardır. Sektonların astral arası belədir. Burada bir ədəd antineytron zərrəci, bir ədəd beta antineytron zərrəci, bir ədəd alfa antineytron zərrəci, bir ədəd gamma antineytron zərrəciyindən ibarətdir. Bu sektonlarda 4 ədəd zərrəci mövcuddur. Gamma antineytron zərrəci ilə birlikdə ikinci funksiyanı həyata keçirir. Odur ki, sektonun astral aurasında həyata keçirilən əməliyyatların hər biri ayrı-ayrılıqda fərdi zərrəciklər tərəfindən yerinə yetirilir. Sonra gəldi ali qüvvələr nümayəndəsindən filistona. Filiston astral arası belədir. Bir ədəd antineytron zərrəci, bir ədəd beta neytron zərrəci. Filistonda antineytron zərrəci fəaliyyət göstərilmir. Belə ki, bu zərrəcik aktiv qıcıqlandırıcı vəzifəsini həyata keçirdiyinə görə çox vaxt fəal olur. Filistonda bu zərrəcik olmadığından onlarda aktivlik hiss olunmur. Ona görə də filistonun da həmişə pasiv olur. Filistonda bu zərrəcik həmişə pasiv olur. Alfa antizərrəci sakitləşdirici rolunu oynayır. Onun funksiyası burada dəyişir. Belə ki, bu zərrəcik qıcıqlandırıcı və sakitləşdirici prosesləri daima normada saxlamağa çalışır. Beta antineytron zərrəci isə burada elektromagnetik enerji dalğalarının tezliyini yuxarı və aşağı hədlərinin orta qiymətlərini sabit saxlamağa çalışır. Buradan belə aydın olur ki, bu zərrəciklər yuxarıda adları çəkilən yüksək şuurlarda yetirdiyi vəzifələri filistonda həyata keçirmirlər. Ancaq onların vəzifələri astral aurada orta həddi saxlamaq, nominal qiyməti əldə etmək üçün çalışırlar. Əziz dinləyicilər, bununla da mən sizə makro mikrokainatlarda yaşayan ali qüvvələrin astral bədənlərinin izahını verdim. Onların strukturasını, quruluşunu göstərdim və həmin o zərrəciklərin vəzifələrini qeyd elədim və bu astral arada gedən reaksiyalar haqqında sizə danışdım və baş verən proseslərə aydınlıq gətirdim. İndi isə nəhayət biz makro mikro kainatları qurtarandan sonra indi isə keçək Allahın dərgahına. Bilirsiniz ki, Allahın dərgahı 9 qatdan ibarətdir. Hər bir qatda ilahi qüvvələr yaşayır. Onların hər birinin öz vəzifələri var. Belə ki, birinci qatda amillər yaşayır.
Amillərin vəzifələri makro mikro kainatlara canlıların astral bədən yaratmaqdır. Dərgahın ikinci qatında kəlamilər yaşayır. Onların əsas vəzifəsi canlılara yüksək enerji dairələri təmin etməkdir. Üçüncü qatda salamilər yaşayır. Salamilər canlılara yüklü enerji dairələri təmin edirlər. Dördüncü qatda hudailər yaşayır. Onlar canlıların selektor dairəni yaradır. Beşinci qatda süpanlar yaşayır. Canlıların imitor dairəni yaradıcılarıdır. Altıncı qatda samavilər yaşayır. Samavilər canlıların nemitor dairəsini yaradırlar. Yedinci qatda panilər yaşayır. Onlar yüzsüz transformator enerji dairəni neytrallaşdırırlar. 8-ci qatda rəbblər yaşayır. Rəbblər yüklü transformator enerji dairələrini neytrallaşdırırlar. 9-cu qatda tronlar yaşayır. Onlar canlıların şuur dairəsini təmin edirlər. Gördüyünüz kimi dərgahın hər bir qatında yaşayan ilahi qüvvələr öz vəzifə borçları var. İndi isə mən hər bir ilahi qüvvə haqqında məlumat vermək istəyirəm və onların struktur quruluşu haqqında sizin nəzərinizə izahlar çatdıracağım. Xahiş edirəm, qulaq asın. Bax, birinci amillərin struktur quruluşudur. Amillərin struktur quruluşunu görürsünüz ki, burada T1, T2 burada transformator dairələrdir. Amillər canlıların astral formasını yaradırlar və amillərin simvol forması bu cürdür. Şəkildən görüldüyü kimi amillər bir ədəd mental şuur dairəsi, bir ədəd astral arası, iki ədəd astral ətrafında indüksion enerji dairəsi və bir ədəd fərdi indüksion enerji dairəsi vardır. Amillərin canlı astral formasının yaradılması prosesinə nəzər yetirək. Bunun üçün dərgahın yanında yerləşən 18-ci makro kainata baxaq. Bilək ki, burada biotiklər yaşayır. Amillərin forması belədir. A, T1, T2, T3, S. Və bu çevirmədə amillər biotikləri necə yaradırlar? Bu çevrilmədən görsənir. Bu çevrilmədə, fiziki çevrilmədə biotikləri amillər necə yaradır? Həmən formula göstərir. Çevrilmədən göründüyü kimi birinci mərhələdə amil biotikin qəfəsini düşünür. İkinci mərhələdə tam əmin olandan sonra onun qəfəsini qurur. Üçüncü mərhələdə onun enerji ilə təmin edir. Son nəticədə biotikin astral bədəni tam hazır olur. Başqa canlılar da bu qayda ilə yaradılır. İndi gələk kəlamilər. Kəlamilər yüzsüz transformator enerji dairələri yaradırlar. Kəlamilərin simvol formasına nəzər yetirib, burada düzdür olan struktur quruluşu sxemi dağılıbdır və burada yuxarıda mental şuur dairəsi, burada kəlamilərin T1, T2, T3 transformator enerji dairələri ibarətdir və şəkildən göründüyü kimi kəlamilərin bir ədəd mental şuur dairəsi, bir ədəd astral arası, iki ədəd astral arə tərəfində indüksion enerji dairəsi və bir ədəd fərdi indüksion enerji dairəsi mövcuddur. Kəlamilər canlıların yüzsüz transformator enerji dairəsi ilə təmin prosesinə nəzər deməli, yüzsüz transformator enerji dairəsini yaradırlar. Bunun üçün dərgahın yanında yerləşən 17-ci makro kainata baxaq. Bilirik ki, burada nukleonlar yaşayır və kəlamilərin forması belədir ki, T1, T2, T3, S. Və kəlamilər burada deməli nukleonları necə yaradırlar? O düsturdur, formuladır. Görürsünüz. Çevrilmədən göründüyü kimi birinci mərhələdə kəlamilər nukleonların indüksion enerji dairəsini düşünür. İkinci mərhələdə tam əmin olandan sonra onun indüksion enerji dairəsinə 4 neytron, üçüncü mərhələdə isə daha 4 neytron
yerləşdirmə son nəticədə nukleinin indüksion enerji dairəsində 8 neytronu yaradır. Başqa canlıların indüksion enerji dairəsi də bu qayda ilə yaradılır. Sonra gəlir salamilər Allahın dərgahının deməli 3-cü qatı. Salamilər yüklü transformator enerji dairələri yaradırlar. Salamilərin simvol forması belədir. Burada görsünmə. Bu da 2 mental şür dairəsi. T1, T3 bu da transformator enerji dairələridir.